Bugün gelmişik o konsa koyduğumuz eve, unutmuştuk. Bunun şurupunu bərkitməmişdik yaxşı. Dedilər ki, bəs biraz boşdu, dedim, hə, ola bilsin, unutmuşuq. Şurupları bərkitməmişik. İndi bir şey deyəcəm. Bununla əlaqəli deyil. Nəysə, bərkitdik. Bəzən də elə olur ki, biz ustanovka eləyirik, sonra şkaturçiklər işləyir, qobet aralı göstərim. Sonra şkaturçiklər məsələn tökürlər belə bir şeyləri bura, bu qalır qapının arasında. Düzdürmü? Bu qaldıqdan sonra, bu burada nəsə belə krupnu, indi bu heç, bunu yaş-yaş töküblər. Burada iri bir şey qalanda, məsəl üçün, bax bu quruyub da, bu quru bir daş kəsək burada qalanda, bunu da məcbur belə çırpanda, İstərseniz bu da deformasiya verir, bu da deformasiya verir. Yəni qapı deformasiya verə bilər. Sonra da bizi çağıracaqlar ki, bəs sizin qapınız örtülmür. Yəni müştərilərə səslənirəm. Biraz diqqətli olun. Biz düzdür, təhvil verib qaçıb getmirik. Yəni əgər nəsə bizdə bir problem varsa, gəlirik, axıra kimi düzəldirik. Yəni onda bir sıxıntı yoxdur. Amma bəzən elə olur ki, biz qoyuruq, bizdən sonra kimsə işləyirsə və onu zədə verirsə və yaxud bunu çırpırsa qapını. Yəni orada bizlik bir şey yoxdur. İndi bu boş idi, düzdür. Onun şurupları unutmuşuq, sıxmamışdıq. Belə, onu gəldik, düzəltdik. Amma sabahlarım onun arasında nəsə qalsa və o çırpılsa, o əzilsə, o bükülsə, onu mən heç nə eləyə bilmərəm.